Hər vaxtınız xeyir. Dost televiziyasının efirində qayğı proqramına başlayırıq və elə adından məlum olduğu kimi biz mütəmadi olaraq bu proqram boyu vətəndaşlarımızı əhatə edən o qayğı əsaslı sosial dəstək tədbirlərindən danışırıq, yenilikləri təqdim edirik, müzakirə edirik, sizdən gələn təklifləri səsləndiririk və son belə deyək dövrlərin bir xəbəri var idi. Ölkəmizdə 30 rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başladı. Məhz günərzi qayğı mərkəzlərindən danışacağıq. Burada hansı proses həyata keçirilir, hansı kateqoriyadan vətəndaşlar buradan yararlana bilərlər və ümumilikdə günərzi qayğı mərkəzlərinin fəaliyyəti nədən ibarətdir? Mən istəyirəm ki, elə məhz söz gedən mərkəzlərdən bax bu məlumatları öyrənmək üçün Cəsarət müəllimlə biz yaxın yarım saat ərzində söhbət eləyək. İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bizim qonağımızdır. Xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Adında əslində bir informasiya var. Günərzi qayğı mərkəzləri. Təbii ki, layihənin tam geniş olaraq açılışı belədir ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını alması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi xidmətlərinin göstərilməsi. Amma bax bu günərzi qayğı mərkəzlərinin fəaliyyətləri nədən ibarətdir? Bura müraciət necə olmalıdır? Kimlərə xidmət göstərirsiniz? Və istəyirəm ki, bu mərkəzlərin fəaliyyəti ilə bağlı ola bilsin ki, xüsusi nüanslar var ki, onları burada səsləndirmək lazımdır və bunun daha geniş informasiya, belə deyək, daha geniş ictimaiyyətə çatmasını düşünürsünüzsə, qeyd edə bilərsiniz. Çox sağ olun. Əslində Azərbaycan dövlətinin yürütdüyü sosial siyasətin prioritetində həssas insanlara qayğı əsas önəm təşkil edir və son dövrlər 2018-ci ildən bildiyimiz kimi sosial sahədə daha dərinləşdirilmiş islahatlar gedir və qanunvericiliyimizdə də məhz bu xüsusi, belə deyək ki, bu məqamlar xüsusi diqqətə alınıb. Elə günərzi mərkəzləri, günərzi qayğı mərkəzləri sosial xidmətlər haqqında qanunun müvafiq maddələrinə uyğun olaraq fəaliyyət göstərir ki, bilirsiniz ki, orada da yarım stasionar mərkəzlərin fəaliyyəti nəzərdə tutulub, yəni günərzi mərkəzlərin və bu qanundan irəli gələrək bizim Azərbaycanın regionlarında günərzi qayğı mərkəzləri fəaliyyət göstərir və bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatları ilə birgə formatda, yəni birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Siz əslində çox gözəl qeyd elədiniz ki, günərzi qayğı mərkəzləri əsas məqsədi ondan ibarətdir ki, çətin həyat şəraitində yaşayan uşaqların dövlət müəssisələrinə düşməsinin qarşısını almaq məsələsi və onların ailələrindən qopmaması, yəni ailələrdə qalmasının əsas hədəfləyir. İndi biz çox maraqlı bir paralel aparsaq görərik ki, elə Nazirliyin və Sosial Xidmətlər Agentliyinin son illərdə keçirdiyi ən uğurlu islahatlardan, siyasətlərdən biri odur ki, uşaqların dövlət müəssisələrinə düşmüş uşaqların belə ailələrə verilməsi. Bu himayədar ailə prinsipi, övladlığa götürülmə məsələləri ilə geniş formada Nazirlik və Agentlik məşğul olur. Bu sözsüz ki, nəticələrdən, həmin o nəticələrə yönəlmiş siyasətdir ki, biz necəsə çalışaq, dövlətin imkanları var, müəssisələr var, yüksək səviyyədə təmin olunub. Amma ailə modelinin, yəni uşaqların ailədə böyüməsi, ailə institusunun inkişafı və qalması daha vacib olduğuna üçün dövlət hətta maddi dəstək də göstərir ki, həmin müəssisələrdən uşaqlar ya övladlığa verilmə imkanı varsa o olsun və yaxud himayədar ailə modelinə olsun. Bu məsələnin bir tərəfi. Amma eyni zamanda bizim uğurlu siyasətimiz, fəaliyyətimiz, yəni dövlətin ondan ibarətdir ki, eyni zamanda çalışır ki, hər hansı bir imkanlar, şəraitlər ola bilərsə ki, həmin uşaqlar dövlət müəssisələrinə düşsün, gəlin biz onu öncədən qabaqlayaq, o problemi həll edək. O problem də nədən ibarətdir ki, müəyyən tutaq ki, regionlarda asılı əhali ola bilər, digər həssas qruplardan olan nümayəndələr ola bilər, tək valideynli uşaqlar ola bilər və yaxud iki valideyni itirmiş uşaqlar ola bilər, əlilliyi olan şəxslərin övladları ola bilər ki, bu insanlar müəyyən dərəcədə həssas qruplardır və hər hansı bir təminatda ola bilər, digər məsələlərdə müəyyən mənada çətinlik çəkmək ehtimalı var. Dövlət tərəfindən də məhz bu günərzi mərkəzlərin əsas məqsədi həmin ailələrə dəstək göstərməyi hədəfləyir. Yəni biz artıq sonrakı prosesdə uşaqların həmin belə deyək ki, dövlət müəssisələrinə düşməsinin qarşısını alır. Yəni bu eyni zamanda aparılan bir prosesdir ki, nəticəsi mənfi olmasın. Yəni qabaqlayıcı tədbirdir və çox effektiv verir.
Burada Bilirsiniz ki, vacib bir nüans var da. İndi bu prosesin biraz açılışına geçsək artıq gün-ərzə qayğı mərkəzlərində kimlər qayğı ilə əhatə olunur? Belə bir sual versəm, yəni məhz həmin mərkəzlərin kontingenti kimlərdir? Hansı yaş qrupundan şəxslərdir? Sosial statusları ilə bağlı siz qeyd elədiniz daha əvvəl. İstəyirəm ki, bunu daha detallı vurğulayaq ki, yəni tamaşaçılara aydın olsun ki, media kimlər nümayəndələri müraciət var edə və bilər. xüsusilə də biz istəyirik ki, bu məlumatı hər zaman daha geniş yayaq. Təbii ki, bir veriliş bəs deyil, daha çox verilişlər biz təşkil edirik. Biz mütəmadi olaraq sosial mediada maarifləndirməyə həyata keçiririk. Amma istənilən halda istəyirəm ki, məhz həmin o nüansları xüsusilə qeyd eləyək. Diqqətə çatdıraq. Məlum olduğu kimi gün-ərzə qayğı mərkəzlərindən 3 yaşından 12 yaşa qədər olan həmin həssas qruplardan olan ailələrin uşaqları, yəni çətin şəraitdə yaşayan uşaqlar təmsil olunur. Eyni zamanda 18 yaşa qədər əlilliyi olan uşaqlar buraya qəbul oluna bilər. Amma dediyim kimi həmin o kriteriyalara uyğun gələn uşaqlar az təminatlı. Biz burada eyni zamanda nəzərə alırıq ki, şəhid ailələrinin müəyyən övladları ola bilər, qazilərin ola bilər, müharibə veteranlarının ola bilər, digər az təminatlı əhali nümayəndələri ola bilər. Eyni zamanda bayaq qeyd etdiyim kimi müəyyən əlilliyi olan şəxslərin uşaqları ola bilər, müəyyən valideynlərini itirmiş şəxslər ola bilər. Yəni bu kontingenti əhatə eləyir. Eyni zamanda gün-ərzə qayğı mərkəzi ümumi kompleks formada elə iş qurulub ki, burada müxtəlif qruplar olur. Yəni biz 3 yaşından 12 yaşındakı uşağın tədrisi, təlimi, yəni gün ərzindəki proses eyni olmur. Orada qruplar çərçivəsində 3-6 yaşında uşaqlar bir qrupda gün ərzində prosesləri, həm məşğələləri, həm qidalanması, həm digər məsələlər bir qrupda həyata keçirilir. Eyni zamanda 7-12 yaş arasında olanlar ayrı qrupda yəni keçirilir. Bu da ki, yaş qrupunun yaş xüsusiyyətləri nəzərə almaq üçün keçirilir. Əlilliyi olan şəxslərlə də bağlı sözsüz ki, o da yəni başqa bir qrupda həyata keçirilir. Yəni burada əslində biz diqqət elə etsək, saat 9-dan 18-əcən olan bir rejimdir gün-ərzə qayğı mərkəzlərində və bunun belə deyək ki, günə diqqət yetirsək, burada ilk növbədə uşaqların inkişaf etdirilməsi üçün xidmətlər nəzərdə tutulur. Bunlar üçün məşğələlərin keçirilməsi, müəyyən rəsm dərslərinin, rəsm məşğələlərinin keçirilməsi bir istiqamətdir. İkinci istiqamət xüsusən vacib istiqamət psixoloji xidmətdir. Bu həm uşaqlarla bağlı bu proses gedir, həm valideynlərlə bağlı gedir. Valideynlər də cəlb olunur. Bəli, valideynlər də cəlb olunur. Bu psixoloji xidmət əslində həm qrup terapiyası, həm də fərdi terapiya formatında gedir. Bu əsas istiqamətdir. Eyni zamanda valideynlərlə iş. Məsəl üçün mən bir maraqlı məqam deyim ki, bizdə bütün mərkəzlərdə sözsüz ki, psixoloqu bu uşaqlarla fərdi formada işləyərək onların ailədə olduğu şəraitdə olan problemlərini araşdırır. Məsəl üçün bir nümunə deyim ki, müəyyən şəkillər çəkdirməyi onları tövsiyə edir ki, müəyyən şəkilləri bildirir, hansısa heyvanlarla bağlı şəkillər çəkir. O uşaqlar artıq ailədə olan müəyyən hər hansı bir belə deyək məişət zorakılığı əlaməti ola bilər ailələrdə. Onları məsəl üçün öz fikirlərində çatdırırlar. Psixoloq həmin o prosesləri tutaraq, belə deyək ki, həmin o çətinlikləri, əgər hansısa siqnallar alınırsa, artıq valideynlərlə həmin istiqamətdə işləyə bilir. Bu məsələnin bir tərəfi. İkinci məsələ, vacib məsələ bu gün-ərzə qayğı mərkəzlərində məşğələlərin və dərslərin keçirilməsidir. Burada həm belə deyək ki, bilirsiniz ki, bu gün-ərzə qayğı mərkəzlərinə gələn uşaqlar eyni zamanda məktəblərdə təhsil alırlar. Onların elə bir dərsə hazırlığında gün-ərzə mərkəzinin pedaqoqu xüsusi rol oynayır ki, ona kömək məqsədi daşıyır. Bilirsiniz ki, tədris yükünün yüngülləşdirilməsi üçün əlavə dəstəyə hər zaman ehtiyac olub. Eyni zamanda artıq məktəbə getməyən uşaqlar üçün ilkin vərdişlərin yaranması üçün pedaqoq tərəfindən həmin o məşğələlər keçirilir. Yəni ümumilikdə bax bu gün ərzində bu proseslər gedir. Amma eyni zamanda xüsusi önəm də ondan ibarətdir ki, gün-ərzə qayğı mərkəzlərinin hamısında xüsusi tədbirlərin keçirilməsi vacib bir şərtdir. Yəni burada onların sosiallaşması baxımından, həm sosiallaşması baxımından, həm də eyni zamanda burada bizim dövlətin rəsmi tədbirləri olur. Tutaq ki, belə deyək ki, bu yaxında bütün gün-ərzə mərkəzlərində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib. İndi qarşıdan bizim 28 may Respublika günümüz gəlir. Onunla bağlı böyük tədbirlər nəzərdə tutulub. 1 iyun uşaqların müdafiə günü gəlir. Mütəmadi olaraq bu tədbirlər keçirilir. Həm də doğrudan da bu uşaqların sosiallaşmasına böyük dəstək göstərir. Eyni zamanda məsəl üçün bütün rayonlarda biz çalışırıq ki, həmin rayonun məsələn
şəhidləri ilə bağlı informasiyanı uşaqlar öyrənsinlər. Yəni o vətənpərvər ruhunda böyümələri üçün burada o lazım mühiti yaratmalıyıq. İlk növbədə bəli, ilk rayonundan olan məsələləri bunlar öyrənməlidir. Sonra ümumi respublika şəraitində, yəni bunları hamısı öyrənməlidir ki, uşaqların həmin dövrdə aldığı informasiya, aldığı bacarıq, bilik onların gələcəkdə inkişafı üçün, milli kadr kimi yetişmək üçün, Azərbaycanlı kimi yetişmək üçün mühüm əhəmiyyət kəsb edir, mən hesab edirəm. Burada bir maraqlı nüans var ki, vətəndaşlar bu mərkəzlərlə bağlı necə müraciət etməlidirlər? Birbaşa mərkəzəmi, yoxsa agentliyə-mi, yönləndirmə əsasında mı həyata keçirilir? İstəyirəm bu prosesdə danışırıq. Bir yeri gəlmişkən sizin rəhbərlik etdiyiniz mərkəzlər hansı rayonlardadır? Biz hazırda Şirvan rayonunda, Şirvan şəhərində fəaliyyət göstərir və Hacıqabul rayonunda fəaliyyət göstərir. Şirvan və Hacıqabul. Hərəsində 30 uşaq. Bəli, deməli qaydalara görə, təqdim olunmuş qaydalara görə hər gün ərzə mərkəzində 30 uşaq olmalıdır və buna hər birimiz gündəlik olaraq davamiyyət aparılır. İlk öncə sizin sualınızdan başlayım ki, deməli biz uşaqların cəlb olunmasının paralel xidmətlərdən istifadə edirik. Yəni bir istiqamətdən, bir kanaldan deyil, müxtəlif kanallardan. İlkin olaraq mərkəz fəaliyyətə başlayası ərəfəndə komanda yığılır. Bu komanda yığılanda onlarla təlimlər keçirilir və bildirilir ki, bura hansı standartlara cavab verən, hansı imtiyazlara sahib uşaqlar yığılmalıdır. Onlar da ümumi analiz aparırlar və harda biz daha uyğun, həmin təbəqənin nümayəndəsi çox olduğu yerdə mərkəzin ilk növbədə açılmasını ora biz salırıq ki, yəni ora gələn uşaqlar üçün də rahat olsun, infrastruktur rahat olsun, əlçatanlıq olsun. Birinci bu mərhələ. İkinci biz rayon icra hakimiyyətlərinə müraciət edirik. Onların müvafiq qurumları var ki, belə insanların bizə yönləndirməsini təmin edirik. Bu ikinci istiqamətdir. Üçüncü istiqamət ki, nümunələrdə olub. Bəzən bilirsiniz ki, Sosial Xidmətlər Agentliyinin regional idarələri var. Eyni zamanda hər rayonda da nümayəndələr var. Yəni onlara çünki onların da əllərində belə deyək ki, o informasiyalar var və o informasiyaları həmin ailələrlə bölüşürlər və onların göndərişi ilə də bu mərkəzlərə belə deyək ki, insanlar öz uşaqlarını gətirirlər. Eyni zamanda çalışırıq ki, sosial şəbəkənin verdiyi imkanlar çərçivəsində də bu belə deyək ki, müraciətləri edək və kimsə müraciət edirsə, belə deyək ki, biz onu qəbul edirik. Bayaq vurguladınız təbii ki, amma mən istəyirəm ki, xüsusilə də o mütəxəssisləri burada qeyd eləyək. Burada hansı belə deyək, sahədə mütəxəssislər daim fəaliyyət göstərirlər? Əslində mən deyərdim ki, işin uğurlu alınması üçün mütəxəssislər... Psixoloq qeyd elədiniz və s. İşin uğurlu alınması üçün əsas, mən deyərdim ki, mütəxəssislərin üzərinə böyük iş düşür və bütün mütəxəssislər həmin hansı gün ərzi qayğı mərkəzi, hansı rayonda fəaliyyət göstərirsə, sözsüz ki, orada həmin mütəxəssislər cəlb olunur. Bilirsiniz ki, bu gün ərzi qayğı mərkəzlərində əsas 6 mütəxəssis ora cəlb olunur, əməkdaş cəlb olunur. Bunlar sosial işçi, psixoloq, pedaqoq, dayə, aşbaz və xadimədir. Yəni bütün bu 6 əməkdaş gün ərzi qayğı mərkəzinin fəaliyyətdə göstərməsi üçün belə deyək ki, əllərindən gələni edirlər. Hər birində iş bölgüsü var. Bilirsiniz ki, bütün gün ərzi qayğı mərkəzlərində sosial işçi bütün bu uşaqların qəbul edilməsi, sənədləşdirilməsi işlərini həyata keçirir. Eyni zamanda ailələrlə sosial iş məsələsini həyata keçirir, onların sosial durumunu araşdırır. Bilirsiniz ki, bu uşaqlar qəbul ediləndə, bayaq da o məsələyə toxundu, gələn hər bir uşağın ilkin sosial qiymətləndirilməsi aparılmalıdır. Bu qiymətləndirmə həm ailə ilə aparılır, həm də uşaqla aparılır. Ehtiyacları müəyyən olunur. Bəli, ehtiyacları müəyyən olunur və digər sənədlər, müvafiq sənədlər götürülür. Sonra daha sonrası psixoloqa yönləndirilir. Psixoloqun işi də həmin uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsidir. Yəni bu prosesdən sonra artıq bu sənədləşmə hazır olur, ailə ilə müqavilə bağlanır və müqavilədə valideynin və mərkəzin hüquq və vəzifələri belə deyək ki, aydın formada göstərilir. Eyni zamanda burada əgər valideyn müəyyən informasiyalar almaq istəyirsə, müvafiq belə deyək ki, agentliyin nömrələri də həmin müqavilədə təqdim edilir ki, əgər hansısa bir fikirləri, təklifləri olarsa, bundan əlaqə saxlayır. Yəni tam formada o məsələ şəffaf formada həll olunur. Bundan başqa pedaqoqun da üzərinə doğrudan da orada gün ərzi mərkəzində böyük iş düşür. Pedaqoq bayaq da qeyd etdiyim kimi uşaqların dərsdənkənar belə də məşğələlərin təşkilində, onların orta məktəbdə verilən dərslərin həllində, onların öyrədilməsində onlara dəstək göstərir. Bu da həyata keçirilir. Eyni zamanda pedaqoq ayrı-ayrı mövzularda məşğələlər, yəni fəaliyyət planına uyğun həyata keçirilir. Bilirsiniz ki, burada hər işçinin ayrıca özünün bir mərkəzin fəaliyyət planı var,
gündəlik iş bir rejimi də hər var. işçinin özünün Bir də hər işçinin öz aylıq planları var. O aylıq planlara uyğun, çünki hər ay eyni ola bilmir. Çünki burada rəsmi tədbirlər var, bayramlar var. Bu hazırlığa görə fərqli, hər ikisində fərqli planı var. Qaldı digər əməkdaşlar, aşpazın işi əsasən gigiyenik formada, belə deyək, qaydalara uyğun qidaların hazırlanmasına cavabdehdir, hazırlanmasını həyata keçirir. Xadimə təmizliyə və eyni zamanda dayə də uşaqların müəyyən vərdişlərinin həyata keçirilməsinə, onlara qayğı göstərilməsinə, hətta elə uşaqlar var ki, onların yeməyinin də verilməsinə 3 yaşdan yuxarı olanda bəzən də ehtiyac yaranır. Dayə həmin funksiyaları həyata keçirir. Ümumilikdə bu Günərcə Qayğı mərkəzlərində komanda halında, mən hesab edirəm ki, ən yaxşı var, komanda halında bircə işdir. Bu təşkil olunanda həm valideynlər razı qalır, həm uşaqlar razı qalır. Bilirsiniz ki, 3 yaşından əgər bu uşaq gəlirsə, həm də mən onu demək istəyirəm ki, bilirsiniz, regionlarda buna həm də niyə çox ehtiyac var? Bilirsiniz ki, regionlarda bağça təminatında da müəyyən, belə deyək, çatışmamazlıqlar var. Yəni, xeyli regionlar var ki, orada bağçaya yəni limitlidir, bağça uşaqları vermək olmur. Həmin o həssas qruplar üçün bu əlavə imkandır ki, yəni həmin o kateqoriyası cavab verirsə, bu Günərcə Qayğı mərkəzlərinə gəlir. Burada bir nüans var idi, bayaq siz qeyd elədiniz, bu mərkəzlərin fəaliyyətində inklüzivliyin təmin olunması xüsusən də belə deyək diqqətdədir. Bu çox vacibdir, çünki həmin yaşdan etibarən onlarda bu inklüziv yanaşmanın aşılanması cəmiyyətdə gələcəkdə onlar böyüyən zamanda həm özlərinin inkişafına, həm cəmiyyətin inkişafına mən düşünürəm ki, çox böyük formada təsir göstərir. Çox önəmli məsələ toxundunuz. İndi burada biz hamımız bilirik ki, burada inklüzivlik deyəndə biz təkcə əlilliyi olan şəxsləri nəzərdə tutmuruq. Amma eyni zamanda bu da bir segmentdir, bir formatdır. Bilirsiniz ki, burada standartlar da var. Nazirlik tərəfindən təsdiq olunmuş standart ondan ibarətdir ki, bu maksimum 80-in 20-yə ola bilər. Yəni, mərkəzin 20% sakinləri, benefisiarları əlilliyi olan şəxslər ola bilər. Yəni, bundan artıq ola bilməz. Çünki işçi, kadr ehtiyatı, bunlar hamısı nəzərə alınır. Eyni zamanda digər baxımdan inklüzivlik, ailələrin, məsələn, ayrı-ayrı ailələrdən bu uşaqlar gəlir. Uşaqların müəyyən, belə deyək ki, hər kəsin bir cür dünya görüşü var. Bax, bu inklüzivlik həm də onların sosiallaşma yolu ilə onların inklüzivliyi təmin olunur. Yəni, bir-birinə münasibətdən tutmuş, eyni zamanda mərkəzdə olan əlilliyi olan şəxslərə qədər. İndi burada biz onu da qeyd etmək lazımdır ki, Nazirliyin və agentliyin əlilliyi olan şəxslər üçün digər uğurlu layihələri də var. Bu, bilirsiniz ki, reabilitasiya ilə bağlı mərkəzlər fəaliyyət göstərir. Layihə şəklində, eyni zamanda müxtəlif regionlarında məhz Nazirliyin özünün qurduğu geniş imkanlara malik reabilitasiya mərkəzləri də var. Bu öz yerində. Amma bu əlilliyi olan şəxslərin yüngül formasında olan, həmin bəzi ehtiyacı olan, yəni müəyyən qaydalara, standartlara cavab verən əlilliyi olan şəxslər eyni zamanda Günərcə Qayğı mərkəzinin imkanlarından da istifadə edirsiniz ki, burada bilirsiniz ki, qidalanma məsələsi var, istifadə edilir. Eyni zamanda mən sizə çox belə bir xüsusi məqamı demək istəyirəm ki, Günərcə Qayğı mərkəzi eyni zamanda regionda insanların iqtisadi imkanının artırılmasına da dəstək göstərir. Bu necə olur? Bilirsiniz ki, elə ailələr var ki, uşaqların, yəni standartlara, belə deyək ki, o imtiyazlara sahibdir ailə, amma bunun eyni zamanda işləmə imkanı var. Təhsili var, müəyyən iş yerləri var. Bəli, o uşaqları qoya bilmədiyinə görə iqtisadi cəhətdən bu ailə çətinlik çəkir. Təsəvvür edirsiniz ki, əgər evin belə deyək, bəy işləyirsə, ata işləyirsə, ananın işləməyi üçün imkan varsa, bu niyə işləməməlidir? Əgər bunun problemi belə deyək, uşaqla bağlıdırsa, bu Günərcə Qayğı mərkəzindən burada da o məsələdə həmin ailələrə dəstək göstərir. Yəni, iqtisadi dəstək modeli kimi də məncə belə deyək, təsir imkanları var bu modelin. Aydındır. Doğrudur, burada proses yeni başlayıb, amma mən əminəm ki, artıq siz o gün keçdikcə ora gələn həmin belə deyək də benefisiarlarda müxtəlif irəliləyişi, inkişafı müşahidə edirsiniz. Müşahidələr öz yerində, sözsüz ki, müşahidələr var. Həm keçmiş təcrübədən, eyni zamanda indiki təcrübədən artıq bir aya yaxındır ki, Günərcə mərkəzləri, Günərcə Qayğı mərkəzləri fəaliyyət göstərir. Amma bunun eyni zamanda qiymətləndirilməsi aparır bizim tərəfindən. Eyni zamanda bu qiymətləndirmədə müvafiq olaraq Sosial Xidmətlər Agentliyi tərəfindən belə deyək ki, standartlara uyğun tərtib edilmiş bir qiymətləndirmə var. Biz ilkin formada bayaq da qeyd etdiyim psixoloq gələn kimi psixoloq, pedaqoq və sosial işçi tərəfindən uşağın qiymətləndirilməsi ilkin formada aparılır.
ki, bizə gələn uşağın hansı vərdişləri var. Belə deyək ki, bu uşağın oxuma qabiliyyəti necədir, dərk etmə qabiliyyəti necədir, fiziki hərəkətləri etmək qabiliyyəti necədir və digər hardasa bir 20-30-a yaxın xüsusi sahələr üzrə qiymətləndirmə aparılır. Və qiymətləndirmə apararkən 4 parametr üzrə bu qiymətləndirilir. Birinci parametr ondan ibarətdir ki, tam həyata keçirə bilir bu benefisiar, yəni tam formada bu tələblərə cavab verir, bu suallara cavab verir, müsbət mənada. İkinci, ondan ibarətdir ki, məsəl üçün, belə deyək də, bir meyvəni göstərirsən ona, meyvəni deyə bilmir, amma başlıq hərfini deyən kimi və yaxud hansısa xüsusiyyətini deyən kimi onu ifadə eləyə bilir. Yəni, burada artıq dəstəkləyici formada bunun bacarıqları inkişaf edib, amma dəstək vacibdir. Bir, bu formada qiymətləndirir. Üçüncü forma, fiziki cəhətdən kömək. Tutaq ki, uşaq pilləkəni qalxmaq vərdişini biz belə deyək ki, test edirik. Uşaq pilləkəndən qalxanda bunun əlini tutanda daha qalxa bilir. Sərbəst qalxa bilmir. Amma fiziki baxımdan dəstək verəndə bu qalxa bilir. Bu başqa bir meyar. Mən кейslərlə dedim ki, daha da aydın olsun. Və dördüncü, bütün standartlara yəni cavab yox ki, həm köməyə ehtiyacı var, həm belə deyək ki, nitq baxımından dəstəyə ehtiyacı var. Yəni ümumilikdə, yəni belə deyək ki, aşağı səviyyədədir bunun bilikləri, bacarıqları və vərdişləri. Siz yəqin ki, bu göstəriciləri əvvəldən qeyd edirsiniz, bəli, sonra ilkin formada qeyd olunur. Bu göstəriciləri müqayisəli əlini aparırsınız. Sonraki mərhələdə birinci rubun nəticələrinə uyğun yenə də təkrar bu belə deyək ki, bu testlər keçirilir. Birinci rub və sonda da ikinci rub ərəfəsində bu testlər götürülür. Artıq bu testlərdə irəliləyişlər qeyd olunur. Bax, adicə meyvənin adının deyilməsində, belə deyək ki, pilləkənlərin qalxmasında, hər hansı bir fiziki hərəkətin icra olunmasına, bütün bu sahələrdə irəliləyiş qeyd edilir. Burada mən deyərdim ki, Gün Ərzı Qayğı Mərkəzinin əməkdaşların rolu sözsüz ki, danılmazdır, bu öz yerində. Amma burada əsas segment məncə uşaqların bir yerdə olması ilə sosiallaşmada olan uğurlardır. Uşaqlar arasında müəyyən rəqabət mühiti yaranır. Nəzərə alınır ki, onlar bəzən valideynləri tərəfindən evə qapadılırlar. Bəli, bəli. Yəni, bu reallıqdır və xüsusən doğuran reallıqdır. Reallıqdır. Xüsusən indi biz təsəvvür edirik ki, məktəbə qədər olan uşaqlar, məktəbə gedən uşaqlar hardasa sosiallaşır, bizlər ki, məktəbdə. Bu məsələnin bir tərəfi, amma həyat tərzinin bir hissəsi sosiallaşır. Amma məktəbə qədər uşaqlarda ümumiyyətlə o problem var, bu xüsusi qeyd olunmalıdır. Amma mən sizə deyim ki, məktəb uşaqlarında da var. Məsəl üçün, alicə yemək təcrübəsi, yəni kollektivdə yemək təcrübəsi həmin o gün ərzı mərkəzlərində formalaşır. Ki, məsələn, məktəbdə oxusa belə, orta məktəbdə, onlar belə deyək ki, orada yemək verilmir, hər kəs öz ailəsində yediyinə görə. Yəni, bu vərdiş, mən deyirəm ki, bax, bir nümunə dedim, belə formalaşır. Yəni, başqa nümunələr də var, amma qiymətləndirmə sözsüz ki, həyata keçirir və belə deyək ki, rüblük olaraq hesabat hazırlanır ki, hansı irəliləyişlər var. Bəli, elə benefisiarlar var ki, doğrudan da o mərkəzə daxil olanda bütün standartlara cavab verib, yəni, amma sadəcə olaraq onda inkişaf reallaşır. Amma digərlərində bu, belə deyək ki, çaşınmazlıqlar olur və bu, həmin dövr ərzində, belə deyək ki, yerinə qoyulur. Həm pedaqoqun, həm psixoloqun, həm də ki, sosial işçinin dəstəyi ilə. Eləcə də onların hamısının eyni mühitdə bir-birinin ünsiyyəti də yəqin ki, buna çox təsir edir. Aydındır, Cəsarət müəllim, işlərinizdə uğurlar arzulayırıq. Gün Ərzı Qayğı Mərkəzlərinin fəaliyyəti ilə bağlı biz mütəmadi maarifləndirməni həm də ona görə həyata keçiririk ki, bu xidmətdən yararlanmaq istəyən vətəndaşlar bununla bağlı informasiyanı əldə edə bilsinlər. Yeri gəlmişkən həm Nazirliyin, həm Sosial Xidmətlər Agentliyinin sosial şəbəkə hesablarında biz mütəmadi olaraq bu məlumatları yayırıq. Eyni zamanda media nümayəndələri, dostlarımız bu məlumatların geniş yayılmasında dəstək olurlar. Amma düşünürəm ki, hər zaman daha çox informasiyanın ötürülməsinə ehtiyac var. Qayğı proqramının bugünkü buraxılışında məqsədi məhz bu idi. İşlərinizdə uğurlar arzulayıram. Çox sağ olun. Və əməkdaşlarınıza da uğurlar arzulayıram və xüsusilə də həssas qrupla işlədiklərinə görə mən bilirəm ki, onların işi səbir, təmkin, həm də dözüm tələb eləyir və artıq belə deyək də qayğı proqramını yekunlaşdırırıq. Növbəti proqramlarda biz digər məsələləri burada təqdim eləyəcəyik, müzakirə eləyəcəyik. Sizdən gələn təkliflər varsa onları səsləndirəcəyik. Bugün isə qonağımız İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə idi. Biz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən gün ərzə qayğı mərkəzləri layihəsi ilə bağlı müzakirə apardıq. Növbəti proqramlarda görüşərik. Hələlik.